Azərbaycanın problemi bitirdi. Bir bayraq problemi qalıbdı. Gəlin birinci videoya baxaq. Hop bir yumruq. Qayıdıb gəlib yenə şillələyəcək. Hop oba. O da baş şillələyəcək. Şillələyəcək. Oba. Şillələdi. Hala. Bu da gəldi ona bir yumruq vurdu. Neyini? Düz eləyir. Düz eləyir bayrağı şillələyir. O bayrağın altında onun anasının başını dombaldırlar. Neynəməlidir? Hala. Lotusunuz hə. Kişisiniz hə. Siz kişisinizsə. İndi tutublar bax bunu bura. Kasıb oğlandı bax. Hala. Tutublar baxın. Tutublar bunu. Fao. Böyük bir əməliyyat elədi Daxili İşlər Naziri. Baxın bunu tutdu. Hala nə qayırsın? O bayrağın altında acından ölür nə qayırsın? O bayrağın altında acından ölür. Kişi sizə oğraşlar. Erməni bayrağınızı yandırdı da. Kişisinizsə bunun cavabını verin. Neynəməlidir? O bayrağın altında bunun anasının başını klentə çıxartmaqdan başqa iş qoymayıblar. Çarə qoymayıblar. Neynəməlidir? Ha? Kişisiniz siz. Ala buna cavab verin də ala. Ala. Baxın. Ala. Ala. Kişisiniz, qeyrətiniz varsa sünnət əti qədər. O arıq oğlan əsəbindən bayrağa şillə vurubdu. Laf düz eləyibdi. O bayrağın altında kisəni zorlayacaqlar, qayracaqlar. O bayraq nəyə lazımdır? Bizim iki müqəddəs bayrağımız var da. Bir şiələrin var, şiələrin İmam Hüseyin bayrağı var. Deputatlar deyir o vali kəsikçisidir. Deputatlar o əski parçası deyir. Soxuruq içimizdə duruq yerimizdə. Bir də var ki bu bayraq. Deputatlar deyir ki, ora Heydər Əliyevin 8 güşəni götürək deyir, ora Heydər Əliyevin şəklini vuraq. Ana, o bayrağın altındakı səni zorlayacaqlar, sənin bayrağın var. Sənin devlətin var, sənin devlətin yoxdur ki, sənin bayrağın zadın yoxdur ki. O əski parçasıdır. Aparın tullayın o bayrağı zad. Mənim devlətim var, sənin nə devlətin var, nə ərazin var, nə bilim gerbin var. Sən heç nəyin yoxdur. Sənin bir dənə namusun var idi, şərəfin, ləyaqətin var idi. O da Xaçaturyanı buraxdılar, bizim namusumuzun təcavüzkarını buraxdılar. Vəssalam.